Çox dadlıdır. Qutab hazırladım, amma Zaqatalalı tanışlarımdan öyrəndiyim üsulla. Sadə un, su və duzdan ibarət yumşaq xəmir yoğurdum. Xəmir nə qədər yumşaq olsa, qutab da bir o qədər yumşaq alınır. Mən hər xəmirə az miqdarda bitki yağı əlavə edirəm. Bu xəmirin daha hamar və elastik olmasını təmin edir. İçliyi üçün çəkilmiş yağlı ətə rəndələdiyim soğanı və mütləq bir diş sarımsaq, daha sonra duz, istiot və bu qutabın dadını özəlləşdirən əsas ədva olan üyütdüyüm şüyüd toxumunu əlavə etdim. Zövqə görə alça turşusu, biraz da rahat yayılması üçün su əlavə edib yaxşıca qarışdırdım. Dincəltdiyim xəmiri kündələrə ayırdım. İstədiyiniz qutab ölçüsünə uyğun kündələr hazırlaya bilərsiniz. Kündələrimi nazik yaydım, içlikdən qoyub hər tərəfinə bərabər payladım. Kənarlarını bərk bağlayıb kəsdim. Etiraf edirəm ki, içliyi əllə yaymaq daha rahatdır. Qutabları qızdırdığım tavada hər iki tərəfli qızartdım. Mən qutabı tavaya atıb ilk 3 saniyəsində bir tərəfi qızarmamış çevirirəm. Daha sonra həminisini yenidən qızardıram. Bu qaydada qutabın qızarmış xalları bərabər şəkildə paylanır və görüntüsü daha yaxşı olur. Qutablarımı kərə yağı ilə bolca yağlayıb sumaqla təqdim etdim. Bu qutabın dadı da inanın ki bir başqa olur. Mən turşusunu və sumağını bol sevənlərdənəm. Bəs siz? Hazırlayan hər kəsə nuş olsun.